dərsimizi qayd edəcəyik inşallah. Əlavətən kiminsə nəsə sualı olsa, istər dərs barədə, istərsə də həm sertifikasiya, həm MIQ imtahanı barədə, sonda suallarını ünvanlayar, mən də sevə-sevə narahat olmayın cavablandıracağam inşallah. Deməli belə əziz müəllimlər, bu gün keçəcəyimiz mövzu metodikamızdan biri olan, metodikamızın incilərindən biri olan ətraf aləmlə tanışlıq məşğələsinin təşkili metodikası olacaq. Bu metodika çox önəmli bir metodikadır. Çünki uşaqları həm idrak cəhətdən, həm kiçik motorika, həm böyük motorika cəhətdən, həm müşahidə cəhətdən bir çox, mövzu baxımından inkişaf etdirən bir məşğələmizdir. Bu məşğələmiz çox gözəl bir məşğələdir. Bağça mühitində önəm daşıyan, önəm ərz edən məşğələlərimizdən biridir. Ətraf aləmlə tanışlıq məşğələsində adından da elə bəlli olduğu kimi təbiətdir, cəmiyyətdir, bu anlayışların onlarda formalaşdırmaq, yəni uşaqlarda formalaşdırmaq, bitki nədir, heyvan nədir, meyvə-tərəvəz nədir kimi, baxın, bu anlayışlar məhz uşaqlarda ətraf aləmlə tanışlıq məşğələsində formalaşır. Yəni bu cür anlayışları onlarda formalaşdırmaq lazımdır. Ümumiyyətlə ətraf aləmlə tanışlıq məşğələsinin birbaşa olaraq biz rabitəli nitqlə əlaqələndiririk. Necə rabitəli nitqlə əlaqələndiririk? Məsəl üçün, nitqdə ətraf aləmin rolu çox böyükdür. Biz bunu bilirik və heç vaxt da dana bilmərik. Uşaq hər gün təbiətdə müxtəlif, vasitələrlə qarşılaşır. İstər canlı təbiət olsun, istərsə də cansız təbiət olsun. Bunları adlandırmaq bizim məzmun xəttimizdən birbaşa olaraq hansı məzmun xəttimizə, hansı inkişaf sahəmizə bağlıdır? Əlbəttə ki, idraki inkişaf sahəmizə bağlıdır. Yadınızda saxlayın. Ətraf aləmlə tanışlıq məşğələsi açar sözlərimizdən biridir. İdraki inkişaf sahəsinə bağlıdır. Yəni idraki inkişaf sahəsindən məşğələlər sırasında ətraf aləmlə tanışlıq məşğələsini biz aid edə bilərik. Bunların birbaşa həyata keçirilməsi onlarda müşahidə qabiliyyətini oyatmaq, təfəkkürün inkişafını, məsəl üçün rabitəli nitqi birbaşa olaraq inkişaf etdirir. Ona görə də biz idraki inkişaf sahəsinə aid edirik. Ən əsası təfəkkürümüzü inkişaf etdirdiyinə görə biz bu məşğələni, ətraf aləmlə tanışlıq məşğələsini idraki inkişaf sahəsi ilə bağdaşdırırıq. Təkrar edirəm. İdraki inkişaf sahəsinə aiddir ətraf aləmlə tanışlıq məşğələsi. Qarşınızda imtahan sualları içərisində də çıxa bilər. Çox önəmli bir mövzudur. Yəni barmaq basılması lazım olan mövzularımızdan biridir. İnkişaf sahəsi dedik ki, idraki inkişaf sahəsidir. Bəs inteqrasiya edən zaman hansı inkişaf sahələri ilə inteqrasiya edir? Əlbəttə ki, inteqrasiya edən zaman bayaq da dediyim kimi fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi ilə inteqrasiya edir. Yadımızda saxlayaq. Təkrar olaraq bir də demək lazım gələrsə, inkişaf sahəsi idraki inkişafdır, amma inteqrasiya edir fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İş formamız. Bu, məşğələmizin iş forması əziz müəllimlər, kollektiv iş forması və fərdi iş formasından istifadə olunur. İş üsulları da adətən əksər zamanlarda əqli hücum, müzakirə və suallar olur. Bunları mən nəyə görə deyirəm müəllimlər? Təkrar olaraq nəyə görə üzərindən basa-basa deyirəm? Çünki imtahanda düşə biləcək tipli materiallar, bax məsəl üçün bu tipli materiallar. İndi bəzi materialları da birazdan verəcəyəm sizə. Amma əsas, məğz nədir? Çünki imtahanda, nələrdən düşür artıq mən bunu bilirəm. Artıq mən bunlardan başım çıxdığına görə deyirəm ki, bunu diqqətlə baxmaq lazımdır. İş forması təkrar olaraq dedik, kollektiv iş forması və fərdi, iş üsulu, əqli hücum, müzakirə və suallar. İnkişaf sahəsi idraki inkişaf, inteqrasiyası fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İndi isə əsas olaraq müəllimlər, ən əsas olaraq ümumiyyətlə bütün metodikada, bütün məşğələlərin metodikasında, təşkili metodikasında lazım olan vacib məqamlardan biri də ondan ibarətdir ki, əziz müəllimlərim, yaş qrupları üzrə təlim xüsusiyyətləri nədir? Bütün məşğələləri əgər siz yaş qrupları üzrə təlim xüsusiyyətlərinə görə ayır edə bilsəz, qarşınıza çıxan imtahan suallarında tamamilə düzgün formada yazacaqsınız. Çünki əksər hallarda 85%-dən yuxarı, metodika üzərindən düşürsə suallar, yaş qrupları üzrə düşür. Yadınızda saxlayın. Yəni məşğələlərdən sizə sual düşsə, avtomatik olaraq bilin ki, 85%-lə düşəcək yaş qrupları üzrə. Yaş qrupları üzrə də bilirik ki, 1-ci kiçik qrup, 2-ci kiçik qrup, 3-cü orta qrup, böyük qrup, məktəbə hazırlıq qrupu var ki, budur yəni yaş qrupları üzrə. Bunun da özlərinə məxsus bir, belə deyək, anlayışları var, açar sözləri var. Məhz bu anlayışları, açar sözləri biz indi sizinlə öyrənəcəyik, təkrarlayacağıq.
Yaş qrupları üzrə ətraf aləmlə tanışlığın təşkili metodikası, ətraf aləm haqqında uşaqlara sadə məlumat götürə bilərik. Məsəl üçün, onlara bitki nədir, heyvan nədir, heyvanat aləmi nədir? Bütün bunlara maraq oyatmaqdan söhbət gedir. Bu yaş dönəmlərində uşaqlar sadə olaraq cansız təbiətlə tanış olurlar. Su, yağış, qar, buz, qum, daş, hava və sairə kimi istər canlı olsun, istərsə də cansız aləmin obyektləri haqqında tərbiyəçi uşağa məlumat verir ki, məsələn, uşaqlar artıq uşaqlar bilirlər ki, su isti və yaxud soyuq olur, su ilə yuyunuruq, əl-üzümüzü yuyuruq, suyun üzərində bəzi əşyalar dayana bilir, həmçinin qum quru olur və sairə kimi belə məlumatlar uşaqlarda biz məhz ətraf aləmlə tanışlıq məşğələsində formalaşdırırıq. İndi 1-2 yaş kiçik qrupdan başlayacağıq. Bəs 1-2 yaş kiçik qrupda ətraf aləmlə tanışlıq məşğələsi necə təşkil olunur? Hansı açar sözlərlə biz verə bilərik? Üzr istəyirəm. Aha, artıq uşaqlar yaş yarımlıq olarkən sadə təbii hadisələr ilə tanışlıq təşkil edilir. Məsəl üçün, yağışın yağması ola bilər, qarın yağması ola bilər, qarın əldə saxlanılmaması, qarın ələ alan zaman əriyib suya dönməsi. Bu hal birbaşa uşağın səhhətinə pis təsir göstərə bilər kimi və sairə kimi anlayışları uşaqlarda formalaşdırmaq lazımdır. Yəni baxın, burda xüsusiyyətlər sırf 1-2 yaşlı kiçik qrupun uşaqlarına xas olan amillərdir. Təkrar edirəm, birazdan test işləyəcəyik inşallah. Testdə qarşınıza çıxa bilər bu. Təkrar olaraq yağışın yağması, sadə məzmunlu təbiət hadisələri ilə tanışlıq məhz 1-2 yaş dönəminə aiddir. Yağışın yağması, qarın əldə qalmaması, məhz qarın insan sağlamlığı üçün səhhətinə təsir göstərə biləcəyinə, pis təsir göstərə biləcəyinə aid məlumatlar 1-2 yaşlı kiçik qrupda öyrədilir. Onlar həmçinin xarici əlamətlərinə görə, dadına, qoxusuna görə bitkilərdə fərqləndirirlər. Həmçinin meyvə, tərəvəzlərlə tanışlıq bu yaş dönəmlərindən başlayır. Yəni meyvə-tərəvəzlə tanışlıq bu yaş dönəmindən başlayır. İndi irəli yaş qruplarında da öz xüsusiyyətləri var ki, onlarla da fərqlənəcək. Uşaqlar heyvanat aləmi ilə də tanış olurlar. Bu tanışlığın təşkili üçün tərbiyəçi şəkillərdən, yəni əyani vasitələrdən, heyvan fiqurlarından, oyuncaqlardan istifadə etməklə məqsədə uyğun hesab olunur. Yəni vasitələrlə tanışlıq ha, heyvanlarla tanışlıqdan söhbət gedir, öyrənməkdən, onları qavramaqlarından söhbət getmir. Sadəcə tanışlıqdan söhbət gedir. Şəkillərini artıq onlara göstəririk. Meyvələrin şəkillərini onlara göstəririk. Heyvanların, heyvanat aləmindəki canlıların şəkillərini biz onlara göstəririk. Bu 1-2 yaşlı kiçik qrupa aiddir, yadınızda saxlayın. 2-3 yaşlı kiçik qrupda bəs nədən bəhs olunur? 2-3 yaşlı kiçik qrupda artıq 3 yaşından uşaqlar ev heyvanları ilə tanıyırlar. Məhz 2-3 yaşlı ikinci kiçik qrupun açar sözü ev heyvanlarını tanıyırlar ətraf aləmlə tanışlıq məşğələsində. İnək, qoyun, at, eşək, pişik, it, keçi və sairə, həmçinin ev quşlarının şəkillər üzrə tanıyırlar. Artıq şəkillərindən bilirlər. Onlarda bu təəssürat məhz bu yaş aralığında formalaşmağa başlayır. Heyvanların səsini, hərəkətini baxın. Hansı yaş aralığında sizdən soruşsalar ki, uşaqlar heyvanların səsini, hərəkətini fərqləndirirlər, məhz bu yaş dönəminə aiddir. Təkrar olaraq deyirəm, 2-3 yaş kiçik qrupda uşaqlar heyvanların səslərini, hərəkətlərini fərqləndirirlər. Bu çox önəmli bir məlumatdır. Sonra gəlir orta qrup. Orta qrup, bu qrupda uşaqlar cansız təbiət haqqında təsəvvürlərini genişlənir. Diqqət etsəz biz qeyd etdik ki, kiçik qrupda da ətraf aləm haqqında təsəvvürlər formalaşır. Baxın, bayaq da qeyd etdiyim kimi, kiçik qrupda ətraf aləm haqqında təsəvvürlər formalaşır. Amma orta qrupda isə cansız təbiət haqqında təsəvvürlərdən söhbət gedir. Bəs cansız təbiət haqqında təsəvvürlər nədir? Təbiət hadisələri arasındakı asılılıq, yəni bir-birləri ilə əlaqə orta qrupun, açar sözlərindən biridir. Təkrar olaraq demək istəyirəm ki, orta qrupun açar sözlərindən biri təbiət hadisələri arasında asılılıqdır. Hadisələrdəndir. Məsəl üçün, külək olarkən yarpağın tərpənməsi, külək olarkən yarpağın qopub yerə düşməsi, yağış yağarkən torpağın islanması. Gördüyünüz kimi, təbiət hadisələri haqqında bir-birləri ilə əlaqələndirməkdən söhbət gedir burda. Və yaxud da günəşli günlərdə havanın çox isti olması, hava çox belə deyək də, gün, başdadır deyə hava çox istidir, gün çox günəşlidir deyə hava çox istidir. Qar yağarkən hava soyuqdur, qar çox yağdığına görə hava həddindən artıq soyuqdur. Məsəl üçün, yəni bu, misallar və sairələr çox uzun uzadı ola bilər.
Bu kimi təəssüratlar məhz bu yaş aralığında, orta qrupda, yəni 3-4 yaş arası uşaqlarda biz formalaşdırırıq. Bitkilər aləmi haqqında da tərbiyəçinin rəhbərliyi ilə təbiətdəki dəyişiklikləri müşahidə edə bilirlər. Məsəl üçün necə? Ağacdakı yarpaqların fəsillərdən ötürü sararması söhbəti var ha. Yəni artıq uşaqlar bilir ki, fəsillərdə yarpaqlar saralır. Bu orta qrupun, uşaqlarına xas olan bir anlayışdır. Xəzələ dönürlər, saralırlar. Məhz bu yaş aralığındakı uşaqlar artıq bunları formalaşdırır öz beyinlərində. Yarpaqların sarı, yaşıl rəngdə olması bunları biz misal göstərə bilərik. Həmçinin ev heyvanlarının çıxartdıqları səslərə görə fərqləndirmə. Baxın, bayaq da dedik ki, səslərə görə fərqləndirirlər ha. İnək necə səs çıxardır, pişik miyoldayır, it hürür. Bu kimi anlayışları orta qrupda öyrənirlər. Bunları qeyd edə bilərsiniz əziz müəllimlər. Qeyd etsəniz özünüz üçün, sonra da qarşınıza çıxdıqca oxuya bilsəz çox yaxşı olar. Çünki bunlar qızıl dəyərində olan məlumatlardır. Açar söz olaraq mən tətbiq etmişəm PDF-lərimə. Dedik ki, heyvanları səslərinə görə fərqləndirmək orta qrupdur. Ev heyvanlarını dəqiqliyi ilə bilmək orta qrupa aiddir. Xarici əlamətinə görə fərqləndirmək, bunların misal göstərə bilərik. Hər birini biz orta qrupa. Böyük qrupda bəs nədir müəllimlər? Böyük qrupun da bayaq orta qrupu olduğu kimi özünə xas xüsusiyyətləri var. Məsəl üçün bu qruplarda uşaqlarda təbiətlə tanışlıq təəssüratları artıq bir qədər genişləndirir. Necə? Məsəl üçün, havanın necə olması, qum, su, gildaş, ildırım, külək, bunlar haqqında məlumatın genişlənməsi və sairə və ilaxır. Təbiət hadisələri haqqındakı asılılığın dəqiqliklə uşaqlara çatdırılması, fəsillərin spesifik xüsusiyyətləri bu anlayışlar uşaqlara çatdırır. Məsəl üçün, fəsillərin spesifik xüsusiyyətləri deyəndə ki, biz bilirik ki, qışda qar yağır, qışda hava soyuq olur. Artıq bilirlər ki, qışda necədir, yayda necədir, yazda necədir, payızda necədir. Özlərinə məxsus olan spesifik xüsusiyyətlərini fəsillərin artıq bilirlər, dəqiqliyi ilə bilirlər. Artıq orta qrupda bir dənə fəslin xüsusiyyətini biraz ala-yarımçıq bilirdilərsə, artıq böyük qrupda tamamilə bilməyə, belə deyək, fokuslanırlar xüsusiyyətləri. Ağacların görünüşünə görə fərqləndirmək. Baxın, ən önəmli faktor burdadır ki, böyük qrupda ağacların görünüşünə görə fərqləndirmək. Bunlar hamısı böyük yaş qrupuna aiddir. Məsəl üçün, bu dövrdə çox önəmli bir hadisə formalaşır. Kolla ağacın fərqini məhz, böyük qrupda uşaqlar artıq, belə deyək, fərqləndirə bilirlər. Bu dövrü kolla tanış etmək, kolla ağacın fərqini uşaqlara öyrətmək, fəsillərlə əlaqəli bitkilərdə baş verən dəyişikliklərin müşahidə edilməsi və yaxud da izah etmək, təbiətin gözəlliklərini göstərib uşaqları tərbiyə etmək. Bütün bunlar böyük qrupun yaş aralığında baş verir əziz müəllimlər. Əmək bacarıqları bitkilərə qulluq etmək məhz bu yaş dönəmində formalaşdırılır. Biz bilirik ki, əməkdə, təbiət əməyində daha çox, çünki ətraf aləmlə tanışlıq əməyi ilə təbiətdə əmək, bir-birləri ilə sıx əlaqəlidir. Təbiətdə əməkdə isə müəllimlər, uşaqların bitkilərə qulluğudur, heyvanlara qulluğudur, qrup otağındakı olan heyvanlara, quşlara qulluğudur. Bundan söhbət gedir də. Məhz böyük qrupda artıq bir neçə bitkinin adını da bilirlər, 6-dan daha çox bitkinin adını bilirlər, ev heyvanlarının, quşların yemlərini dəyişdirə bilirlər, onlara qulluq edə bilirlər ki, və sairə kimi. Baxın, bu bacarıqlar hamısı əmək bacarıqları hesab olunur. Bitkilərə qulluq etmədir, ev heyvanlarına qulluq etmədir. Bu yaş dönəmində formalaşdırılır. Bu da oldu böyük qrupun özünə xas xüsusiyyətləri. Təkrar etmək lazım gəlirsə, kolla, kolla ağacın fərqini bilirlər artıq, fəsillərin spesifik xüsusiyyətlərini hər biri bilir. Əmək bacarıqları bitkilərə qulluq etməkdə məhz bu yaş aralığında formalaşır. Sonuncu olaraq məktəbə hazırlıq qrupundan da biraz bəhs edək. Məktəbə hazırlıq qrupu deyəndə nəyi nəzərdə tuturuq? Yəni 5-6 yaşlı uşaqları əhatə etdiyinə görə burada təsəvvür yox, bilikdən istifadə olunur. Yəni mürəkkəbləşir bir qədər də. Uşaqlar ən cansız təbiət haqqında bilikləri genişlənir, təsəvvürləri zənginləşir. Yəni müşahidə edərək, müşahidə qabiliyyətini inkişaf etdirərək bunlar onlarda formalaşır. Onlar bəzi qanuna uyğunluqlarla tanış olurlar. Məsəl üçün, necə qanuna uyğunluqlarla tanış ola bilirlər? İlin fəsillərinin dəyişməsi ilə, ilin ayları ola bilər, həftənin günləri ola bilər, abstrakt anlayışlar, gözə görünməyən anlayışlar, zaman məfhumları biz bilirik ki, 5-6 yaşlı uşaqlarda formalaşan anlayışlardır. Fəsillə əlaqədar olaraq təbiətdə baş verən dəyişikliklərdə ardıcıllıq, yəni biz bilirik ki, qışdan sonra yaz gələcək artıq 5-6 yaş qrupunda, yazdan sonra yay, yaydan sonra payız, payızdan sonra qış. Yəni bu fəsillərə görə ardıcıllığı bilmək 5-6 yaşlı məktəbə hazırlıq qrupunun xüsusiyyətləri arasındadır.
Canlı-cansız təbiət arasındakı qarşılıqlı əlaqə, qış olanda gecənin uzanması, gündüzün qısalması və sairə kimi bu kimi anlayışlar bu qrupda formalaşdırılır. Məktəbəqədər yaşlı uşaqlarda estetik tərbiyəsində də ətraf aləmin rolu həqiqətən də çox böyükdür. Estetik tərbiyə deyəndə uşaqlarda bədii hisslərdir, bədii zövqdür, bədii mühakimədir. Bunların inkişaf etdirilməsinə, incəsənət əsərləri tərbiyə cəmiyyətindəki gözəllikləri düzgün başa düşməkdə onlara yol göstərir, kömək göstərən təsirlərin məcmusu hesab olunur. Həmçinin ətraf aləmlə tanışlığın tərkib hissəsi olan ictimai həyat hadisələri ailədə tanışlıq haqqında məlumat vermək lazımdır. Necə bəs? Ətraf aləmlə tanışlıq uşaqlarda təbiət, cəmiyyət anlayışlarını formalaşdırmaqdan ibarətdir. Təbiət nədir? Cəmiyyət nədir? Bunların bir-biri ilə əlaqəsi nədən ibarətdir? Məhz uşaqlara sadə dildə bunları izah olunur. Təbiət haqqında geniş məlumatı çatdırır, indi isə cəmiyyət məsələsinə toxunmaq lazımdır. Ümumiyyətlə, ətraf aləmlə tanışlıq deyəndə uşağın özündən kənar olan varlıqları dərk etməsi də başa düşülür. Yəni mən mənəm, məndən də başqa bir aləm var. Bu formalaşdırılır uşaqlarda. Ətraf aləmlə tanışlığın bir məqsədi də məhz elə budur. Bəs cəmiyyət deyəndə müəllimlər, burada nə nəzərdə tutulur? Cəmiyyət özü bildiyimiz kimi cəmiyyət insanlar arasındakı ünsiyyət qaydaları, cəmiyyətin idarə olunması, cəmiyyətdə baş verən dəyişikliklər uşaqlarda bunlar haqqında məlumat yaratmaq lazımdır. Uşaqlara Azərbaycan xalqı, adət-ənənələri ilə tanışlıq, dostluq nədir, kollektivçilik nədir, yoldaşlıq nədir? Bəs, bunlar haqqında uşaqlarda bir növ mənəvi keyfiyyətlərə əsaslanıb bacarıqlar formalaşdırmaq lazımdır. Cəmiyyətə münasibət, sosial-idraki fəallıq, ictimai həyatda uşaqlara maraq yaratmaqda, ətraf aləmdə baş verən hadisələr haqqında biliklərin qazanılması, bütün bunlar nəzərdə tutulur. Hamısı estetik tərbiyənin içərisində. Məhz estetik tərbiyədə ətraf aləmlə tanışlıq məşğələsində uşaqlara aşılanır. Məktəbəqədər yaşlı uşaqların ictimai həyat hadisələri ilə tanışlığının təbii ki, vacibliyi ona görə lazımdır ki, əziz müəllimlər, həmin məlumatlar uşağın ictimai həyatına daxil olunmasında, onlarda əxlaqi normaların formalaşdırılmasına birbaşa təsir göstərmiş olur. Uşaq doğma şəhər, vətən, bunlar haqqında artıq məlumat əldə etmiş olur. İctimai həyat hadisələrinin mahiyyətini dərk etmək artıq uşaqda formalaşmağa başlayır. Bunlar əlavə ictimai həyat hadisələri dedikdə cəmiyyətdə aid olan, cəmiyyətin həyatında baş verən hadisələr nəzərdə tutulur. Məktəbəqədər yaşlı uşaqlarda vətənimiz, xalqımız, məişət, ailə, milli adət-ənənələr, milli bayramlar, milli mənsubiyyət bunlar haqqında da məlumat olmalıdır. İctimai-siyasi hadisələr ilə tanış etməkdən də söhbət gedir. Ümumi olaraq, danışmaq lazım gələrsə ətraf aləmlə tanışlıq məşğələsinin təşkili metodikasında, əziz müəllimlər, yadınızda saxlayın ki, ətraf aləmlə tanışlıq məşğələsi sadəcə olaraq otu, böcəyi, heyvanı uşaqlara öyrətməkdən ibarət deyil. Yaşadığımız cəmiyyət nə cəmiyyətidir? Biz hansı dövlətdə yaşayırıq? Biz, hansı şəhərdə yaşayırıq? Ümumi olaraq cəmiyyətin bir parçasıyıqsa, biz varıqsa, bizdən kənarda da bir, cəmiyyət olduğunu, bir topluluq olduğundan bəhs etməliyik uşaqlara. Uşaqlara bunları inkişaf etdirmək lazımdır. Məhz sırf ətraf aləmlə tanışlıq məşğələsi geniş aspektdən baxılması lazım olan bir məşğələdir və ən gözəl silahı, ən gözəl qalxanı bunun müşahidədir. Uşaqları müşahidə edərək, uşaqlarda müşahidə bacarıqlarını formalaşdıraraq, biz bunları uşaqlarda aşılaya bilərik. Deməli belə müəllimlər, bu dərsimiz bu qədərini idi. İndi isə testlərimizə keçid edəcəyik inşallah. Əlavətən bu mövzu və yaxud bundan başqa mövzulara uyğun olaraq kimin nəsə sualı varmı? Çünki indi testlərdə keçəcəyik. Testlər üzərində nə qədər testimiz varsa onu işləyəcəyik inşallah. Kimin nəsə sualı varsa buyursun, ünvanlasın. Hımm. Hələ ki heç kimin bir sualı yoxdur. Lap yaxşı, yaxşı, izah etdiyimi düşündüyümə görə sual buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Müəlliməm, siz dediklərinizə mən yazdım, vaxtı çox üzr istəyirəm, vaxtınızı almayacağam. Deməli, səsinə görə fərqləndirirsə, Hı bu hı. olacaq kiçik qrup. Hı hı. Heyvanları fərqləndirirsə, olacaq orta qrup. Mən elə belə tələsik yazdım. Aha. Düzdürmü? Müəllimə, əzizim, Bəli. YouTube kanalına da yükləyəcəm inşallah bunu. Hansı qrupdan gəlirsiniz bilmirəm. O qrupun adını yazın. O qrupların hər birinə də mən əlavə edəcəm. Qaçırtdığınız yerə heç narahat olmayın. Xırdalıqlara uyğun olaraq detallarla Yaxşı.
Hər birini qeyd edə bilərsiniz. Ondan arxayın olun. İndi testlərimizə başlayacağıq. Başqa əlavətən qarışdırdığınız bir yer varmı dərsdə? Axşamınız xeyir müəllimə, necəsiz? Axşamınız xeyir olsun müəllimə. Çox sağ olun müəllimə, çox gözəl izah elədiniz. Allah sizdən razı olsun. İnşallah testlərlə də möhkəmləndirərik. İnşallah əzizim, inşallah. Narahat olmayın, yaxşı olacaq inşallah. Rəqsanə müəllimə idi, səhv eləmirəmsə səsi gələn müəlliməmiz. Mən danışım. Aha, hal-hazırda. Mən vəzifə müəlliməyim. Aha, üzr sayın müəllimə. Buyurun. Aha, burada gördüm sizə. Adətən səsi gələndə müəllimlər qalxır yuxarı, ona görə elə bildim Rəqsanə müəllimədir. Lap yaxşı müəllimlər, sertifikasiyaya hazırlaşırsınız. Mən inanıram ki, yəqin ki, çoxunuz sertifikasiyaya hazırlaşırsınız. Mənim sertifikasiyada. Hər birinizdə uğurlar arzu edirəm. İnşallah gözəl nailiyyətlər qazanasınız. İndi isə müəllimlər, ekranımı paylaşıram. Bir saniyə. Bir saniyə, bir saniyə. Aha. Aha. Ekranımı görürsünüz müəllimlər. Bəli müəllimə, görünür. Aha, lap yaxşı. Birinci olaraq sualımıza qayıdaq. Məktəbə hazırlıq yaş dövründə ətraf aləmlə tanışlıq məşğələsinin əsas məqsədi nədir? Əmək bacarıqlarını formalaşdırması. Kim formalaşdıra bilər? Kim deyə bilər? Müəllim, mən baxım, görüm izah eləyə bilərəm. Eləməsəm kömək eləyərsiniz. Yaxşı. Deyir, məktəbə hazırlıq yaş dövründə ətraf... Bircə saniyə əzizim, bircə saniyə. Burada yuxarıdan bir şey bağlamalıyam. Təzədən qayıdacağam ona. Üzr sayın müəllimlər. Arxadan səs gələ bilər. Demək, Telegrama gedib, sən burada olacaq tezdən. Yox, mən indi özüm açıram, narahat olmayın. Aha, ətraf aləmlə tanışlıq məşğələsi başlıca olaraq formalaşdırır, nöqtə-nöqtə formalaşdırır. Nöqtələrin yerinə uyğun gələn sözü seçin. Oyunu, əqli tərbiyəni, rabitəli nitqi, fiziki tərbiyəni. Sizcə hansını? Rabitəli nitqi. Bəli, rabitəli nitqi düz cavabdır. Sonra fəsillər, həftənin günləri, ilin ayları, gecənin uzanması, günün qısalması, bu kimi anlayışlar ətraf aləmlə Məktəbə hazırlıq qrupu mənim. Məktəbə hazırlıq. Baxaq görək məktəbə hazırlıqdırmı? Düzdür, məktəbə hazırlıqdır. Uşaqları kolla tanış etmək, kolla ağacın fərqini bilmək. Böyük Ətraf qrup aləmlə müəllim. Böyük qrup. hamının səsini aça bilər müəllimlər. Kimlər istəyir testə qoşula bilər. Görək böyük qrupdurmu? Bəli, böyük qrupdur. Ətraf aləmlə tanışlıq məşğələsi hansı yaş qrupunda uşaqları, ev heyvanlarını tanıyır, onları fərqləndirir? 2-3 yaş müəllim. 3 3 yaş. Baxaq görək 3 yaşdırmı? Düz. Orta qrup. Orta qrup. Yox müəllimə. 3-4 yaş. Belə 2-3 yaş. 3-4 yaş yox. Görürsüz ki, orada orta qrup yoxdur. Əslində bir növdə o müəllimlərə dəstək mahiyyətində orta qrup eləməmişdim ki, orada müəllimlər çaşmasınlar. Orta qrup deyil, 2-3 yaşlı kiçik qrupdur. Ətraf aləmlə tanışlıq məşğələsi inkişaf sahələrindən hansına aiddir? İdraki inkişaf. Fiziki inkişaf sağlam. Yox. İdraki inkişaf. İdraki İdraki inkişaf müəllimə. İnteqrasiya edir fiziki inkişaf, sağlamlıq və İnkişaf təhlükəsizlik. sağlam. Əgər Onunla orada çalışdırdım. soruşsaydılar ki, inteqrasiya edir, bəli, fiziki inkişaf götürə bilərdiniz. Uşaqların diqqətini heyvanların əsas hissələrinə yönəltmək. Ətraf aləmlə tanışlıq məşğələsinin hansı yaş qrupunun xüsusiyyətidir? Əsas hissələrinə yönəltmək. Orta qrup müəllim. Orta qrup müəllimə. Baxaq, Böyük qrup. orta qrupdur. Xeyr, əlbəttə ki, bu sizə görə edirik. Kiçik qrupda müəllimlər, onların əsas hissələrinə, yəni ayaqlarına, qollarına, bədəninə, başına, yəni bu kimi əsas olaraq, elementar olaraq gedirsə kiçik qrupa aiddir. Onları fərqləndirməyi ümumi olaraq bacarırsa artıq orta qrupdur. Cansız təbiət haqqında təsəvvürlərin artması ətraf aləmlə tanışlıq məşğələsinin hansı yaş qrupunun Kiçik xüsusiyyətidir? qrup Orta müəllimə. qrup. Orta Necə? qrup. Cansız təbiət haqqında orta Kiçik qrup. qrup. Müəllimlər çoxluqla təşkil edək. Orta qrupdurmu, kiçik qrupdurmu? Mən orta qrup deyirəm. Müəllim, Orta çünki qrup, cansız orta təbiətin qrup. təsəvvürlərin artmasıdır. Orta. Görək orta qrupdur. Orta Bəli. Türkan müəllimə çox gözəl orta qrupdur. Nəyə görə? Çünki cansız təbiət haqqında artıq formalaşırsa bilin ki, orta qrupdan nəzərə alıb. Biliyə əsaslanma, qanuna uyğunluqların fərqinə varma, ətraf aləmlə tanışlıq məşğələsində hansı yaş qrupunun xüsusiyyətidir? Baxın bayaq da dedik ki, bəzi qanuna uyğunluqlarla tanış olurlar. Qanuna Məktəbə hazırlıq qrupu müəllim. Hazırlıq qrupu.
Məktəbə hazırlıq Hazırıq. Bəli, çünki qanuna uyğunluq deyəndə nəyi nəzərdə tuturuq? Yadınızda saxlayın. Belə deyək, ardıcıllıq formalaşır. Bilirlər ki, ilin ayları var, ayların günləri var, həftələri var, həftənin günləri var. Bu qanuna uyğunluqlardır. Qanuna uyğunluq deyəndə bütün cəmiyyət tərəfindən eyni qanun hesab olunursa, qanuna uyğunluq deyilir. Bu da 5-6 yaşın xüsusiyyətidir. Cansız təbiətlə sadə bələdləşmə, təbiətə maraq yaratmaq, ətraf aləmlə tanışlıq məşğələsində hansı yaş qrupunun xüsusiyyətidir? İlk qrup müəllimə. Orta qrup müəllimə. Orta qrup. Orta qrup mu yoxsa kiçik qrup mu? Orta qrup. Kiçik qrup. Orta qrup İlk müəllimə. qrup deyirdi müəllimə. Sahada olmayına görə kiçik qrupdur. Xeyr. Aha. Çoxunuz orta qrupu dediniz deyə mən orta qrupu bastım. Əslində kiçik qrup olmalıdır. Sadə bələdləşmə deyirsə yadınızda Mən saxlayın. kiçik qrup demişdim müəllimə. Bəli, siz kiçik qrup demişdiniz Aysel müəlliməm. Hamınızı görürəm. Səsi gələn, kimin ki səsi gələn kimi açılır orada. Bitkilərə qulluq etməyi formalaşdırmaq, ətraf aləmlə tanışlıq məşğələsində hansı yaş qrupunun xüsusiyyətidir? Orta qrup müəllimə. Böyük qrup, böyük qrup. Böyük qrup müəllim. Böyük qrup. Böyük qrup. Neçə dənə səhv etdik? 2 dənə səhvimiz oldu. 2 dənə. Ümumi olaraq çoxluğun nəzərinə salaraq biz elə etmişik. Yadınızda saxlayın. Yoxsa mən bunların hamısını bilirəm ki, hansını mən tərtib etmişəm bunları. Əzizlərim, çox yaxşı idi. Çox yaxşı, sadə tipli testlərdir bunlar. Belə bir şey. Kim söz istədi? Türkan Rzayev söz istədi. Buyurun Türkan müəllimə. Heç mən testi oxumaq istəyirdim. Ümumiyyətlə hamı oxudu deyə əlimi salıram aşağı. Hə, eybi yoxdur. Bunu mən Telegram kanalımda da atacağam inşallah. Telegram kanalında kim yoxdursa Telegram kanalına deyə təzədən ataram, yük işləyərsiniz. Başqa belə deyək, metodikaya aid testlərimiz də var. Onları da atacağıq inşallah, işləyəcəyik. Ümumiyyətlə müəllimlər ayırd etməkdən ötürü hər zaman varislik prinsipini belə deyək, ağlınızda tutun. Niyə? Çünki varislik prinsipi sadədən mürəkkəbə doğru gedir. Bələdləşmə deyirsə, bilin ki, söhbət kiçik qruplardan gedir. Kolla tanışlıq deyirsə, kolla ağacın fərqinə varmaq deyirsə, bilin ki, böyük qrupdan söhbət, xeyli böyük qrupdan söhbət gedir. Daha sonra əzizim, qanuna uyğunluqlardan söhbət gedirsə, biliyə əsaslandırılmış, Məktəbə hazırlıqdır. ən mürəkkəbimizdir də, elə deyək. Məktəbə hazırlıq. Qanundan danışırıqsa, bilikdən danışırıqsa, avtomatik olaraq nəyə deyə bilərik? Məktəbə hazırlıq Məktəbə deyə bilərik. Belə deyək, cansız təbiətə artıq fərqinə varırsa, orta qrupdan söhbət gedir burada. Heyvanların səsinə görə tanıyırsa, orta qrupdan söhbət gedir burada. Baxın, belə-belə. Yəni, yenə də yadınızda saxlayın. Ümumiyyətlə müəllimlər, siz yaş aralıqları uyğun olaraq, siz belə deyək, məşğələnin xüsusiyyətlərini, xarakteristikasını çözmüsünüzsə, deməli siz imtahandan çox gözəl bal toplayacaqsınız. Əksər ümumiyyətlə diaqnostik imtahanında da çox vaxt baxın bu tipli düşmüşdü. Yəqin ki, yadınızda saxlayırsınız. Metodikanın yaş qrupları üzərindən düşmüşdü. Yaş xüsusiyyətləri üzərindən düşür əksər formalarda. Bunu mütləq formada, bunu belə deyim də sizə, qızıl bir bal olaraq yadınızda saxlayın. Əlavətən kimin nəsə sualı varmı? Buyursun, ünvanlasın. Mənim sualım yoxdur. Mən təşəkkür edirəm. Suallar da çox gözəl idi. Test çox gözəl idi. Çox da maraqlı dərsdir. Davamlı olsa lap gözəl olar. Gələn həftənin 4-cü günü də edərik başqa metodikamızı. Mən metodikadan başladım ki, müəllimlər metodikadan biraz çətinlik çəkir. Metodikanın qısa surətdə. Metodikanın edərik bədii təfəkkür məşğələsinin metodikasını edərik. Belə də quiz işləyərik inşallah. Bu formada da quiz Çox işləyərik. sağ olun müəllimə. Yenə də bu bədii təfəkkürdür, savad təlimidir. Ətraf aləmlə tanışlıq. Bir balaca bunlarda mənim anlayışım. Amma məntiqi riyaziyyatdan çox geridəyəm da. Nə qədər oxusam da onu anlaya bilmirəm, qavraya bilmirəm. Orada belə deyək də hesablama anlayışları var ki, bunlar biraz çətindir. Onlara da ayrı bir mövzudur. Onu hesablama anlayışlarını da ayrı formada keçərik inşallah. Yanvar Çox sağ olun. belə deyək, açılıb müəllimlər, bir çoxunuz qoşulmusunuz. 2-ci yanvar qrupumuz artıq açılmaq üzrədir. Sertifikasiya güclü formada, həqiqətən mən deyən formada hazırlaşmaq istəyən müəllimlər buyura bilər. Qiymət cəhətdən də belə deyək də münasib qiymətimiz var. Heç kimin cibini yandırmayacaq bir qiymətimiz var. Kim ki qoşulmaq istəyir, nömrəm var. Bütün qruplarda var. Qruplarımın hər birində nömrəm var. Mənimlə birbaşa olaraq əlaqə saxlaya bilər. Belə hər bir müəlliməmizlə fərdi formada hazırlaşmağını istəyirsə, fərdi formada testlər üzərindən hazırlaşmaq istəyirlərsə, yaxşı formada, mən deyən formada hazırlaşmaq istəyirsə, buyurub bizim qruplarımıza qoşula bilərlər. Bu qədər müəllimlər. Allah amanında Çox sağ olun. qalın.
İnşallah gələn 4-cü gün Sağ olun daha müəllim. gözəl Çox dərslərimizdə sağ olun davam müəllimə. edəcəyik. Çox gözəl Çox dərs idi. çox sağ olun. Sağ Müəllimə olun. təşəkkür edirəm. Qatıldığınıza Təşəkkür görə edirəm. hər birinizə təşəkkür edirəm. Siz sağ olun. Buyurun. Sağ olun.